Yeni evlənmiş iki cütlüyü ən çox maraqlandıran suallardan biri qısa müddət ərzində hamilə qalmaq və ya evləndikdən nə qədər sonra hamilə olmaq məsələsidir. Belə ki, əziz dostlar, biləsiniz ki, hamiləliyin baş tutması üçün ay ərzində nə qədər əgər hamiləliyin baş tutması üçün şərait və səbəb varsa, o qədər də səbəbsizlik və problemlər var. Ümumiyyətlə, qadın cinsi sistemi və kişi cinsi sistemin quruluşu fərqlidir. Qadın cinsi sistemini özünü adətən yad maddələrdən qorunmaq üçün proqramlaşıb. Ona görə bəzi hallarda hamiləliyin baş tutmaması baş verir, hansı ki, spermatozoid hüceyrələrinin qadın cinsi orqanına töküldükdə ölməsi səbəbindən. Amma ümumilikdə biləsiniz ki, əgər qadında aybaşı sikli normal gedirsə, kişidə sperma ifrazı faizi və cinsi aktın miqdarı normadadırsa, hər şey qaydasındadırsa, bir yeni evlənən cütlük üçün bir il ərzində hamiləliyin olması və ya olmaması ola bilər. Ona görə hər qısxırda bir problemlə, hər kiçik bir problemlə rastlaşdıqda narahat olmaya bilərsiniz. Bir ilə qədər hamiləliyin olmama ehtimalı var. Bu, Dünya Səhiyyə Təşkilatının göstərişinə görə normal sayılır. Amma ümumilikdə toydan öncə də, həmçinin toydan sonra da cinsi problemlərin aşkara çıxarılması üçün yoxlanmağınız və müayinə olunmağınız vacibdir ki, siz biləsiniz, sizin orqanizminizdə hər hansı problem var, yoxsa yoxdur. Amma biləsiniz ki, hamilə qalmamağın birinci parametrlərindən biri, birinci səbəblərindən biri kişilərdə olan problemdir. Sperma keyfiyyətinin aşağı düşməsidir. Ona görə sonsuzluqla əlaqədar müayinə aparanda birinci olaraq kişi androloqa müraciət etməli və sperma analizi verməlidir ki, oradakı problemləri aşkara çıxardaq.